Şagirdlər, bugün sizinlə biz 26 aprel 2026-cı ildə təşkil olunan 9-cu sinif buraxılış imtahanının izahına baxırıq. 5-ci testlə başlayacağıq. 5-ci testdə kitabxana will stop its work on Friday. Cümə günü işini bitirəcək. For a meeting with a famous writer, məşhur bir yazıcı üçün zəhmət olmasa kitabları cümə axşamının sonuna qədər qaytarın. Kitabxana bazar ertəsi işləyəcək səhərdən. Başa düşdüyünüz üçün təşəkkürlər. Burada A bəndində deyir ki, oxucular dəvət olunur. Xeyr, heç bir dəvət olunma yox idi. Kitabxana kitabları qəbul edəcək həftə sonu. Xeyr, orada Thursday-yə qədər kitabları qaytarmaq lazım idi. Cümə axşamına qədər kitabxana bağlı olacaq. Till the end of Monday-in sonuna qədər, bazar ertəsinin sonuna qədər deyir bağlı olacaq. Xeyr, yanlışdır. Axırıncı gün kitabları qaytarmanın axırıncı günü bazar ertəsi yanlışdır. E variantı burada düzgün cavabımızdır ki, kitabxana bir neçə gün işləməyəcək. 6-cı testə baxırıq. Təşəkkür edirik nazik dəvətiniz üçün. Thursday, January 9 yanvarda təəssüflər olsun ki, Jack biznesə görə Edinburghdadır. Edinburghda he will not return qayıtmayacaq şənbə gününə qədər. Beləliklə də biz sizin dəvətinizi qəbul eləyə bilmirik. Mən əminəm ki, I miss the pleasure of having dinner with you. Burada görünür ki, bir dəvət var, amma dəvəti qəbul etmir. Elizabeth Brown applied for not being able to accept the invitation. A bəndi, bəli, burada düzgün cavabımızda 6-da A bəndi. Mrs. Ridgewell accept the kind invitation. Xeyr, qəbul eləmir ki. Həm də yazan deyil ki, Elizabeth'ə məktub dəvət olunur. Elizabeth dəvət eləyir. Bu niyə? Bu daha doğrusu dəvəti qəbul eləmir. Miss Roger wants to change the dəyişmək istəyir vaxtı deyir. Xeyr, bu yanlışdır. Jack accepts the invitation to have dinner. Qəbul eləyir. Xeyr, dəvəti qəbul eləmir. Together with Jack. Jacklə deyir ki, birlikdə şəhər kənarındadır. Xeyr, birlikdə deyil. 7-ci testə baxıram. Mən ümid eləyirəm ki, doing well, yaxşı edirik. Last weekend, keçən həftə sonu mən muzeyə getdim ailəmlə. Hava günəşli idi. Beləliklə də biz parkda getdik. Oradan piknik. Biz oyunlar oynadıq. Çoxlu fotolar çəkdik. Axşam pizza yedik balaca bir kafedə evin yaxınlığında. Bəs sən fun last weekend, keçən həftə sonu əyləncəli nə elədin? Deməli, kimə yazıbdı? Jane-ə yazıbdı. Kim yazıb? Oscar yazıbdı. Oscar describe Jane how to spend his weekend. Həftə sonunu necə keçirdiyini izah eləyir. Bəli, burada D variantı elə düzgün cavabımızdır. 7-ci testdə A bəndində deyir ki, Jane will meet Oscar to go to other museum. Museum başqa bir muzeyə dəvət edəcək. Xeyr, Oscar'ın ailəsi Jane Oscar'ın ailəsi ilə görüşür. Xeyr, bu da yanlışdır. E bəndində də deyir ki, Oscar Jane'ə ailə şəkillərini göndərir. Xeyr, bu da yanlışdır. Davam edirik. Burada bizim mətnimiz var. Deməli, for many years, some people in North America have reported seeing a strange monkey-like creature known as Bigfoot. Deyir ki, Şimali Amerikada böyük bir məxluq görüldüyü bilinirdi. Bigfoot adlandırılırdı. İnanılırdı ki, Bigfoot çox hündür və nəhəng bir heyvandır və onun brown hair, qəfəyi saçı və walks on two legs, iki ayağınla yeriyir insan kimi. Alimlər iddia edirdilər ki, Bigfoot real deyil, amma insanlar Bigfoot'u həqiqətən var olduğuna inanırdılar. Digər bir hekayə The Story of Bigfoot began 1958-ci ildə deyir Bigfoot'un hekayəsi başladı. Kaliforniyada geniş və sirli ayaq izləri tapıldığı yerdə. Yerli xəbər qeyd elədi ki, bunun haqqında bir məqalə də çap etdi. Gizemli ayak izləri
gizemli ayaq izləri və tezliklə hekayə bütün dünyanın digər yerlərinə də yayıldı. Tezliklə insanlar Şimali Amerikada başladı report məruzə olunmağa və onlar həmçinin Bigfoot'u gördülər. Beləliklə bir qrup insanlar Bigfoot ovcuları həmin məxluqu tapmağa cəhd elədilər. Oktyabrın 20-si 1967-ci ildə 2 insan iddia elədilər ki, onlar Bigfoot'un şəklini çəkiblər Bluff Creek adlanan ərazidə və video göstərdi ki, geniş, uzun saçlar məxluqdur, meşədə yeriyir. There are two still some discussion və hələ də bəzi müzakirələr vardır ki, o məxluq realdır yoxsa yox. Görünür ki, bu müzakirə hələ uzun müddət davam edəcək. Once the number reports about the hairy creature increase, Bigfoot hunters. Deməli, bir number of reports çoxlu sayda burada deyir ki, once the number of reports about hairy creature increased. Belə olanda biz neyinirik? Biz mətndən axtarırıq təbii olaraq. Report about the hairy creature increased qaldı. Decide that it was hiding in the wood. Qərar verirdi ki, o meşədə gizlənib. Xeyr, belə bir şey deyilməmişdi. Bunun haqqında hekayə yazıldı. Qərar verildi ki, for it Bigfoot hunters qərar verdi ki, bunu axtarsınlar. Baxmayaraq ki, hunting it. Bu da yanlışdı. Burada düzgün cavabımız bir variantıdır ki, Bigfoot ovçuları həmin yerə getdilər ki, burada əvvəl görüldüyü iddia edilən yerə getdilər. Nə haqqında deyir, danışırdı? Şimali Amerikada qəribə bir məxluq haqqında danışılırdı. Bir dəqiqə. 10-cu testdə hansı yanlışdır bizə deyir? Məlumat, Bigfoot haqqında məlumat 20-ci əsrdə yayılmağa başlamışdı deyir bizə. 1958-ci ildə, bəli, 20-ci əsr eləyir. Ona görə A bəndini silirik. Bəzi insanlar consider that Bigfoot is real. Bəli, bu da düzgündür. Bazı have ended. Xeyr, bitməyibdir. Müzakirələr bitməyib. Elə yanlış olan C variantıdır ki, hələ də müzakirələr davam edir. Elə sonuncu cümlədir. How did the two men in North try to prove that so Bigfoot? Onlar necə gördüklərini necə sübut elədilər? Onlar Bigfoot'u videoya çəkdilər. Bəli, D variantı burada bizim düzgün cavabımızdır. 12-ci testə baxırıq. Hansı deyir düzgündür? İnsanlar Cənubi Amerikanın heç adını çəkmirdi. Orada Şimali Amerikadan danışırdı. Ona görə Şimali Amerikadan danışırdı. Ona görə bunu silirik. Bizə nə istəyir? Bizdən true olanları istəyir, düzgün olanları istəyir. Scientists don't think that Bigfoot is real. Bəli, düşünmürdülər ki, Bigfoot realdır. Bəli, 2-ni götürürük. Bigfoot has brown hair. It walks on 4 ayaq üstündə yerimir. Daxı 2 ayaq üzərində yeriyirdi insanlar kimi. Bigfoot inanılırdı ki, böyük bir məxluqdur. Meymun kimi görünən. Bəli, burada 2-4 düzgün cavabımızdır. 13-cü testə baxırıq. Little Sugar sayılmayan isimdir. Burada 1, bir də 3 D variantı 13'te düzgün cevabımızdır. If'ten sonra will olmaz. Birinci, ikinci variantı silirik. Harda 2 var, onları sildik rahatlıqla. Sonra baxırıq ki, uyğun olmalıdır. Call. If you call, someone answers. Deməli, burada bir perfectlərdə silirik. Düzgün cevabımız olacaq 1, bir də 4. 1, 4, D variantı düzgün cevabımızdır. Which words mean a plant? Hansı deyir ki, söz bitkini göstərir? 3, bir də flowers. 2, 4 çox asan bir sualdır. 16-cı testə baxırıq. Bir dəqiqə zəhmət olmasa. 16-cı testə baxırıq. I think you. I think meydən sonra to olmur, masdan sonra to olmur, kəndən sonra to olmur, have to olardı modal olaraq. Bu da you should A variantı.
16-da düzgün cavabımızdır. 17-ci testə baxırıq. Didn't-dan sonra no olmaz birinci. Bunları sildiysəm olmaz, bunu sildirəm. Invite olanda kimisə dəvət eləmirik. Nəyisə dəvət eləmirik, kimisə dəvət eləyirik. B variantı düzgün cavabımızdır. 18-ci negativ mənaları bizdən istəyir. A variantı düzgün cavabımızdır. Rude, kobud, impolite, nəzakətsiz. 18-də A variantı, 19-a baxırıq. Yaxın mənalı olan sözləri bizdən istəyir. 19-da deməli destroy, encourage, ruin, scroll, spoil. Aha. Baxın, burada destroy və ruin hər biri dağıtmaqdır. Bir də spoil dağıtmaqdır. 1, 3, 5 E variantı burada düzgün cavabımızdır. 20-ci testə baxırıq. Decorated. Decorated təbii olaraq with ilə istifadə olunur. C variantı düzgün cavabımızdır. Mary saw a yellow car in the park. Aha, E variantı 21-də düzgün cavabımızdır. 22-ci testə baxırıq. 22-ci testdə attack, hücum etmək, improve, inkişaf etmək, concentrate, fikrini toplamaq. İndi isə gəlin biz bunları uyğunlaşdıraq. Attack, hücum etmək, start fighting, hurting somebody or something. Bir də olacaq B variantı. Improve, inkişaf etmək, böyütmək, mesela somebody better than before, əvvəlkindən daha yaxşı etmək. Concentrate, attention, diqqətini toplamaq. A. B, C, A. B, C, A. Aha, E variantı düzgün cavabımızdır. Deməli, feedback, isim gəlirsə, isim olanda ya what olar, ya which olar, ya whose olar. Burada da bir dənə what verilibdir. 23-də B variantı düzgün cavabımızdır. 24-də baxırıq. 24-də də Sally made mostly, bizdən passive voice istəyir. Passive voice. Mostly payment were made. To be verb 2. 2-də var. To be verb 2. Bir də was made 3-də var. Mostly payments were made to Sally. Were made to Sally. Baxın, burada belə deyək də. Yuxarıda cümlə verilibdir. Bizə cümləyə uyğun olaraq tapırıq. Deməli, keçmiş zamandır. Birinci sözdən olsa başlamaz. Birinci söz Sally'nin rahatlıqla silirik. Sonra monthly payment were made to Sally. Sally'yə ödənmədi. Sally ödədi. Ona görə 4-də yanlışdır. 2, 3, B variantı düzgün cavabımızdır. If I was late, əgər geciksə, I took the wrong bus. If deyil, I was late, gecikdim. Mən səhv avtobusa mindim. Səhv avtobusa mindiyimə gecikdim. Çünki səhv avtobusa mindim. 1, 4 düzgün cavabımızdır.